Sən özünü nə sayırsan, hə? Necə yəni nə sayıram? Bütün gecə evdə olmamışam. Maraqlı deyil sənə ki, mən hardayam? Sən ən yaxın dostumun ad günündəydin. Mən bütün gecə var ha, sənə görə əsəb keçirmişəm. Mənə görə mən yetim neynədim sənə? Elə problem də sənin heç nə etməməyindədir. Heç nə. Nə olacaq? Oturmuşuq oğlanlarla, hamısının arvadı zəng eləyir, şəkil istəyir, hardasan deyə maraqlanırlar. Amma sən bir dənə vızıb belə atmadın mənə. Hamının arvadı ərləri üçün narahatdır, amma mən sən yadıma belə düşmürəm. Nə danışırsan? Mən prosta istədim ki, sən dostlarınla bərabər vaxt keçirəsən. Yəni narahat eləmək istəmədim. Mən də Fərdə qayıdıb nə deyirəm? Mənə zəng eləyən ki, güya elə bilsinlər ki, səninlə danışıram. Ay can, həyatım hər şey zordur. Amma sən nə etdin? Zəng eləmədin. Sən xəstəsən? Vəbşətə mən yatmışdım. Yatmışdın? Mən evdə yoxam. Sən necə belə rahat, şirin-şirin yata bilərsən? Hə? Eyb yox. Eyb yox. Bundan sonra var, oturaram düz, sən düzün dibində heç yana da getmərəm. Görüm sən ondan sonra nə bəhanə axtarırsan məni axtarmamaqda. Nəysə. Yaxşı, otur. Eləməyə də o lazımdır. Day da yaxşı.